Mənə dostlar, yoldaşlar həmişə deyirdilər ki, nəyə ehtiyacdır, sən bu işlərə baş qoşursan və yaxud da ki, bu müddətlər ərzində sən uğur qazana bilmədin, niyə davam edirsən? Nəinki biznes sahəsində. Mən düşünürəm ki, hər bir insan hər hansısa bir arzusu, istəyi vardısa, ondan möhkəm yapışmalıdır. Düşündüyü hədəf arxasınca getməlidir. Mənim böyük arzum olub istehsal sahəsi qurum. Yəni alsat prinsipləri ilə işləmək, bu prinsiplərdə işləyən bir biznes fəaliyyəti qurmaq istəməmişəm. Çünki təbii ki, hamımız kommersantıq, hamımızın biznes fəaliyyətimizin sonunda bir qazanc əldə etmək üçündür. Amma iki dənə böyük nüans var ki, və biri-biri ilə bağlıdır. Bu nüanslara inanıram ki, hər bir sahibkar puldan da daha çox buna inanmalıdır. Bunun biri sosial məsuliyyət götürməkdir. Biri də onun yan məsələsi olan məşğulluq yaratmaqdır. Birdən görürsüz, bu fabrikin ərazisində müştərilər gəlir, ustalar, bir qarğaşa. Məni ən xoşbəxt eləyən şey bir ssenari kimi kənardan onu izləməkdir. İşi yüksək səviyyədə nəticələndirəndən sonra pulun mütləq ki bir yerdən gələcəyinə inanıram. Tələbəçilik illərimdə Parabankda staj təcrübəm olmuşdu. İctimai nəqliyyat vasitələri ilə böyük papkalar, daşo filiala, bu filiala, digər şeylər və heç bir məvacib almadan. Təbii ki, indi tələbə idim. Filial rəhbərimiz də müəyyən bir yol pullarını qarşılamaq iqtidarındaydı həmən vaxt. Amma heç bir ümidsizliyə düşməmişəm həmən müddətlərdə. Mebel işi ilə də bağlılığım hardan yaranıb, bu qığılcım hardan yaranıb. Tələbəçilik illərimdə Dərnəgül taxta bazarında mühasib fəaliyyəti görürdüm. Təbii ki, yenə stajyer formasında, amma davamlı olaraq özümü gəlişdirməyə, öz üzərimdə işləməyə çalışmışam. Həmən vaxtlardan fəaliyyətim əsaslı olaraq başladı. Bugünkü gün tələbəçilik illərimin üzərindən artıq bir 15 il vaxt keçib, amma orada tanıdığım adamlar da bəlli bir yaş alıbdılar. Bəzən mənim dostlarım, yoldaşlar, ailə üzvlərim deyirdi ki, sənin 20 yaşın var, nə vaxt baxırıq dostun, tanışın hamısı 45-50 yaş üzəri adamlardır. İşlədiyim işə uyğun belə idi. İndi hal-hazırda gördüyüm iş üzrə xammal təminatında, digər məsələlərdə o adamlardan da mən dəstək alıram, kömək alıram, bir yerdə alış-veriş edirik. Bir vaxt yəni mühasibə olduğum adamlarla bugünkü gün əsaslı şəkildə alış-veriş edirik şirkət səviyyəsində. Bəzən oturanda dostlarla, yoldaşlarla, ailə üzvləri ilə müzakirələr olur ki, bu gedişatda bəs filan yerdə işlədin, nə qazandın, filan yerdə işlədin, zamanın getdi sənin. Belə deyil. Mən bir şeyə inanıram ki, baş verən həyatımızdakı bu məsələlərin hamısı Allahın təqdiri ilə yazılmış alın yazımızdır və işlədiyim heç bir yerdən peşman deyiləm. Mətanəta şirkətində qeyd elədiyim kimi, bazarda biz işləyəndə balaca mən 5 kvadratlıq, 4 kvadratlıq kiçik bir yerdə plitka yanında bu cür oturub işləyirdim. Amma onun belə mənə qatdığı bir şey var. Yəni işlədiyim heç bir fəaliyyət sahəsində heç vaxt düşünməmişəm ki, mənim burada zamanım keçdi.